YouTube'da kanal açıb faydalı videolar çəkib pul qazanmaq istəyirsən, amma ətrafındakılar nə deyər deyə düşünürsən. Kim mənim videolarıma baxacaq, mən kimə lazımım? O qədər video çəkən var ki YouTube'da. Mən çəksəm inanmıram ki kiməsə maraqlı olacaq. Kimi düşüncələr hələ də səni narahat edir və səni başlamağa qoymur. O zaman düzgün videonu açmısan. Mən Rəsul Əsədi və bugünkü videoda bu vaxta kimi YouTube biznesini apararaq onlarla kanalın böyüməsi və inkişaf etməsini həyata keçirən biri kimi sizə kanalı sıfırdan böyütməyə və 2 milyonunuzu qazanmağa kömək edəcək bəzi tövsiyələr verəcəm. Ona görə də kanala abunə olmağı, bildirimləri açmağı unutmayın ki, belə videolar nəzərinizdən qaçmasın. Əziz dostlar, birinci və ən önəmli məsələ nəyəsə addım atıb başlamaqdır. YouTube kursumuzda müşahidə etmişəm ki, insanların çoxu öz kanallarını belə açmırlar. Həddindən artıq çox düşünürlər, hər şeyi planlaşdırmağa çalışırlar və tanışlarının və qohumlarının bu haqda nə düşünə biləcəyindən narahatdırlar. Halbuki zaman keçdikcə özün də görəcəksən ki, həmin o dost tanış nə özü bir şeylər etmir, nə də bir şeylər etmək istəyənə imkan vermir. Sadəcə gəlir, negativ enerjisini sənə ötürür və çıxıb gedir. Ona görə də əgər istəyiniz varsa başlayın. Misal üçün, əgər bir kanalı sıfırdan açmaq istəyirsinizsə, sadəcə olaraq hər hansı bir mövzuda bir neçə video çəkin və bu mərhələdə sahə seçiminə o qədər də əhəmiyyət verməyin. Niyə belə düşünmədən video işləməyə məsləhət görürəm sizə? Baxın, əgər siz bütün bu mövzuları sınaqdan keçirməsəniz, hansının sizə uyğun olduğunu başa düşməyəcəksiniz. Bax, bu videoya baxan dostum, əgər sənin hələ də kanalın yoxdursa və nə haqda video hazırlayım, hansı sahəni seçim və ya daha da pisi, kim mənə baxacaq, dostlarım, qohumlarım nə deyəcək, biabır olacam və s. kimi bütün bu cür fikirlər sənə qarşı olacaq. Ona görə də sən onları atmalısan. Bu gedişatı anlamaq üçün öncə ilk bir neçə videonu yüklə. Bax, ümumiyyətlə bu mövzular haqqında video hazırlamaq sənin xoşuna gəlirmi? Bu sahə sənə uyğundurmu və sonrasında zaman keçdikcə videoların izlənməsi onu sənə göstərəcək, hansı sənə uyğundur, hansı yox. Kanalına ciddi yanaş, laqeyd şəkildə davransan o kanal böyüməyəcək. Bunun üçün də az da olsa həftədə bir video yükləmək lazımdır. Bu prosesin davamlı olması sənə yeni bir faydalı vərdiş gətirəcək. Yəni bir rutininiz olacaq. Nə rutini? İndi başa salıram. Bir bacarığın sizdə inkişaf edilməsi üçün siz gərək həmin o bacarığı hər gün az da olsa 10-30 dəqiqə aralığında edəsiniz ki, o bacarıq sizdə inkişaf etsin və artıq bir vərdiş halına gəlsin. Burada da elədir. Siz az da olsa gündə YouTube ilə yarım saat məşğul olsanız, bu mətin yazmaq da ola bilər, montaj da ola bilər, səs yazmaq da fərq etmir. Əsas odur ki, az da olsa davamlı olsun. Sonra siz həmin o bacarığın inkişaf etdiyini görəcəksiniz və bu da istər-istəməz kanalın inkişafına təsir edəcək. Bir məsələni də qeyd edim dostlar. Son zamanlarda qabağıma çıxır və çox da görürəm ki, əksər insan YouTube'dan sırf shorts hissəsindən istifadə edib pul qazanmağa çalışırlar. Yəni əsas da ChatGPT ilə bunu edib paylaşırlar. Amma bir tövsiyəm olacaq sizə. Bu cür videolar başda sizə baxış və kütlə gətirə bilər. Lakin siz bir yerdən sonra bezəcəksiniz. Çünki biri var, sən özün mətn yazasan, özün videoda çəkiləsən, emosiyalarını video vasitəsilə izləyiciyə göstərəsən, o da ondan maraqlanıb digər videolara baxıb kanalıma abunə olsun. Biri də var, mətnini də, video editi də, videonun içindəki adamı da hamısını süni intellekt hazırlasın. Onda heç də effektli bir nəticə olmayacaq. Nəyə görə? Çünki izləyici baxdığı videoda robot görmək istəmir. O emosiya istəyir. O istəmir ki, ona məsləhəti hər hansı süni intellekt vasitəsilə düzələn robot versin. O canlı bir hekayə və ya həyat təcrübəsi eşitmək istəyir və oradan da bir nəticə çıxartmaq istəyir. Düzdür, elə kanallar var ki, uzun videodan qısa video hissələri götürüb shorts kimi paylaşır. Amma elə paylaşırlar ki, o shorts fərqli bir şəkildə olur. Üstündə süni intellekt ilə işləsə belə unikal bir video olur. Amma yenə də çalışın bu işi öz üzərinizə götürəsiniz. Robotlara həvalə etməyəsiniz. Əziz izləyicim, səni bir neçə dəqiqəliyinə videodan ayıracağım. Çünki sənə demək istədiyim vacib bir şey var. İndi bəlkə ekrana baxıb deyirsən, gör necə maşını var, Amerika kimi yerdə yaşayır. Amma 6 il əvvəlki Rəsul belə değildi. O vaxt həyat mənim üçün çox çətin və ümidsiz görünürdü. Bəlkə sən də indi elə bir vəziyyətdəsən. Əgər elədirsən, sənə öz təcrübəmdən bir məsləhət vermək istəyirəm. Əgər bu gün pulsuzluqdan şikayət edirsənsə, iş tapa bilmirsənsə və ya maaşın azdırsa, yeni bir gəlir qapısı yaratmağın vaxtıdır. Bilirəm, bu asan səslənmir. Pul yoxdur axı, necə deyə düşünə bilərsən. Amma bax, sən bu anda mənim kurslarım vasitəsilə özünə yeni gəlir imkanları yarada bilərsən. Mənim YouTube və ChatGPT kurslarım artıq yüzlərlə insanın həyatını maddi baxımdan yaxşılaşdırıb. Təxminən 400 nəfər mənim YouTube kursumu, 200-dən çox insan ChatGPT kursumu alaraq əlavə və hətta pasiv gəlir qazanmağa başlayıb. Bu sənə əlavə gəlir yaradan kursların qiyməti isə bir çox insan üçün bir aylıq cib xərcliyi qədərdir. YouTube kursumu 189 azayım, ChatGPT kursumu
günü isə 159 AZN ala bilərsən. Amma bununla kursların bitmir. Digər kurslarımla da səni tanış edim. Növbəti kurs arzularını gerçəkləşdir kursudur. Bu kurs sənə arzularının niyə reallaşmadığını göstərir və həmin səhvləri düzəltdikdən sonra məqsədlərinə daha yaxın olursan. Şuur altında səni geridə saxlayan blokları tapır və onları aradan qaldırmağı öyrənirsən. Ən əsası isə real metodlarla arzularına necə çatmalı olduğunun yolunu öyrənirsən. Bu kursun qiyməti isə 79 AZN-dir. Sonuncu kurs isə 12 həftəlik bədən transformasiyası kursudur. Bu kurs təkcə artıq çəkidən qurtulmağa yox, həm də sənin bədəninin və həyat tərzinin dəyişməsinə kömək edir. Çünki yadında saxla, öz bədəninə nəzarət etməyən insan çox vaxt həyatının digər sahələrində də zəif olur. Və sən heç görmüsənmi, həqiqətən varlı və uğurlu insanlar öz bədənlərinə laqeyd yanaşsınlar. Əksinə onlar öz bədənlərinə xüsusi diqqət edirlər və sağlam formada qalmağa çalışırlar. Bu kurs sənə də bunu öyrədir. Təkcə arıqlamaq yox, bədəni idarə etməyi və sağlam həyat tərzini formalaşdırmağı. Sən 3 ayda düzgün diyet və məşq proqramı ilə fit və sağlam bədən qura bilərsən. Bu kursda məqsəd sadəcə çəki itirmək deyil, pi faizini azaltmaq və bunu qalıcı etməkdir. Çünki proqram səndə sağlam vərdişlər formalaşdıracaq. Bu kursun qiyməti isə 89 AZN-dir. Ekranda indi 4 kursun ayrı-ayrılıqda qiymətini görürsən. Ətraflı məlumat üçün rasulasadi.com saytına daxil ola bilərsən. Sualların varsa Instagramda mənə də yaza bilərsən. Və əgər YouTube-dan gəldiyini desən, sənə 10% də endirim edəcəyim alacağın hər hansısa bir kursa. 4 kursu birdən alanlara isə 25% endirim olacaq. Sənə lazım olan tək şey başlamaqdır. Çünki həyatlarını yaxşıya doğru dəyişənlər, gözləyənlər yox, qərar verib hərəkət edən insanlardır. İndi videoya davam edə bilərsən. Edəcəyim digər məsələ kontent qurmaqdır. Kontent qurmaq bacarığını özünüzdə təkmilləşdirin. Bu mərhələdə çalışın kanalınıza təxmini 200 video çəkib və paylaşasınız. Bu videolara çəkib paylaşmaqda məqsəd sizin həmin o kontent qurmaq bacarığınızı inkişaf etməsidir. YouTube müxtəlif bacarıq və istedadların qarışığıdır. Kanalın və ya videonun üz qabığını redaktə etməkdir. Video üçün ssenari yazmaqdır. Kamera ilə işləməkdir, çəkiliş etməkdir. Marketinq və biznes strategiyasını qurmaqdır. Bir sözlə çox komponentlər var ki, kanalın uğuruna təsir göstərir. Başlanğıcda çox da düşünməyin ki, görən mən hansı sahəni seçim. Baxın, bu videoları çəkmək sizin video edit və paylaşım bacarığını inkişaf elətdirir. Niyə? Çünki siz bir videonu çəkib kanala atacaqsınız. Görəcəksiniz ki, videonun başlığı pisdir, düzəliş edəcəksiniz. Mətni yaxşı deyil, düzəliş edəcəksiniz. Montajda xətalar var, düzəliş edəcəksiniz və belə-belə artıq peşəkar olacaqsınız. Əgər siz başlayan kimi mükəmməl montaj, ssenari yazma və çəkiliş etmək istəyirsinizsə və ya bu işləri etmək üçün başqa bir nəfəri tutmaq niyyətiniz varsa, indidən sizə deyirəm ki, YouTube sahəsinə gəlməyin. Soruşa bilərsiniz ki, niyə? Çünki YouTube elə platformadır ki, siz burada bütün işlərinizi özünüz görməlisiniz ki, hər bir məqamdan məlumatınız olsun. Çünki sizin işinizi sizdən başqa heç kəs daha gözəl bir şəkildə edə bilməz. Etsə belə o insan sizin ilə işləməyəcək. Çünki böyük ehtimal özünə bir kanal açıb oradan öz pulunu qazanacaq. Ona görə də videonun fikrindən tutmuş paylaşımına kimi o proseslərin hamısını bilməlisiniz. Bir misal çəkəcəm sizə, kontent qurmaq ilə bağlı başa düşəcəksiniz. Bilirsiniz, YouTube-da çoxlu yemək hazırlama videoları var və burada bir yenilik eləmək biraz qəlizdir. Yəni maksimum heç kimin bilmədiyi bir yeməyi bişirərsən və o da yaxşı izlənmə gətirər. Amma deyək ki, bir oğlan var, yemək videoları shorts hazırlayır. Amma başqaları kimi yox, adi fon musiqisi və yemək bişirməklə bunu göstərir. Bu oğlan mahnı qoyur arxa fona və o mahnının ritminə görə yeməyi hazırlayır və çox da maraqlanır və yaxşı da izlənmə gətirir. Yəni hər şey eynidir başqalarındakı kimi, amma yanaşma fərqlidir. Gəldik ən maraqlı hissəyə. YouTube platformasını necə anlayaq? Bəlkə siz də fikir vermisiniz ki, nəyə görə bir video bir anda populyar olur, bir video isə heç baxış sayı yığa bilmir. Məşhur YouTuberlərin kanallarına baxdıqda görürük ki, hər bir videonun populyar olmasına səbəb olan 2 amil var. Birincisi CTR-dır. Videonuzun adı ilə birlikdə üz qabığı şəklinizin kliklənməsi. İkincisi ortalama videonun baxış müddəti. Bəllidir ki, nə qədər sizi çox izləyirlərsə, o qədər də alqoritm sizi daha çox izləyiciyə tövsiyə edir. Və nə qədər ki, bu 2 amil sizdə ortalama göstəriciden 8-10% yuxarıdırsa, ümumi bazar ilə müqayisədə o qədər də sizin izlənməniz başqalarına nisbətdə daha çox olacaq. CTR üstəgəl saxlama YouTube-un əsas ölçüləridir. Amma bəzi tələbələrimdə görürəm ki, bu o qədər də fayda vermir. Çünki bunlar çox vaxt təzə başlayanları çaşdırırlar və çaşdırıcı məqamlar isə dəyişkən olur və bəzən də xarici faktorlar buna çox böyük təsir göstərir. Məsələn, bir video nə qədər çox baxış sayı yığsa, o qədər də onun CTR-ı aşağı düşür. Beləliklə də insanlar kanala girib baxacaqlar ki, baxış sayı artır, amma CTR getdikcə düşür və bu da insanlarda çaşqınlıq yaradacaq. Və ona görə də biz buradan belə bir qənaətə gələ bilərik ki, biz baxış sayından başqa
heç nəyə fikir verməyəcəyik. Əgər baxış sayınız yaxşıdırsa, demək sizin videonuz əla alınıb. Bax, indi illərin YouTuberlərinə verilən ən əsas sual: necə çoxlu baxış sayı yığaq? YouTube artıq baxmır sən videonu necə düzəltmisən, ona lazım olan o videodakı ideyadır, videonun başlığıdır və həmin o videonun üz qabığıdır. Yəni bu dəqiqə partladan videoların çoxusu birinci videonun ssenarisindən yox, videonun başlığından və üz qabığından başlayıblar yazılmağa və onlar hazır olduqda sonra artıq onlara uyğun ssenari, çəkiliş və montaj düzənləyiblər. Beləliklə bizə lazım olan 3 əsas: birincisi maraqlı bir ideyadır, ikincisi gözəl bir şəkildə düşünülmüş bağlamadır və üçüncüsü keyfiyyətli videodur. Çalışın öz kanallarınızda bu 3 əsasa çox diqqət yetirin. Çünki bunlar bir-birini tamamlayırlar. Bura qədər bütün tapşırıqları yerinə yetirəndən sonra artıq bir sahəni seçməlisiniz. Sual yarana bilər ki, bəs mən necə özümə bir sahə seçəcəm? Gəlin ilk öncə bu suallara cavab verək. 1. Maraqlarınız nədir? 2. Güclü tərəfləriniz hansılardır? 3. Rəqabət üstünlükləriniz nələrdir? 4. Fayda verəcəyiniz insanlar, yəni kimdir sizin izləyiciniz? Bu suallara cavab verdikdən sonra artıq sizin təsəvvürünüzdə bəlli bir sahə canlanacaq və siz başlayacaqsınız onun əsasında bir plan qurmağa. Yadınızda saxlayın, sahə seçimində bir şeyi bilmək lazımdır ki, insanların sizi izləməsi sizin onlara verdiyiniz faydadan asılıdır. Bu elm də ola bilər, ilham da ola bilər, əyləncə də və daha da çoxsu. Buna görə də az öncə qeyd etdiyim suallara cavab verəndən sonra özünüzə sual verin ki, insanlar nəyə görə mənim kontentimi izləməlidirlər? Düzdür, bu dəqiqə YouTube'da çox sahələr artıq tutulub və çox böyük rəqabət var və hər kəs öz yerini saxlamaq üçün vuruşur. Amma siz gərək onları udub qalib olasınız və onlardan fərqlənəsiniz. Bəs yaxşı necə? Burada əsas iki məsələni bilmək lazımdır. Birinci məsələ sizin bazar anlayışınız olmalıdır. Yəni rəqiblərinizi gözəl araşdırmalısınız. Və ikincisi sizi başqalarından fərqləndirəcək bir xüsusiyyətiniz olmalıdır. YouTube bazarını anlamaq üçün aparacağınız təhqiqatlar bir adamın bir biznes açanda aparacağı təhqiqatlar qədər eynidir. Ona görə də Aliyə Abdalın dediyi kimi siz YouTube'a tam bir biznes kimi yanaşmalısınız. Necə ki, əgər biz bir restoran açmaq istəsək, biz birinci bazar analizini edəcəyik, sonra baxacağıq ki, həmin şəhərdə nə qədər restoran var, onların müştəriləri kimlərdir, onların gəlirləri nə qədərdir və s. Eləcə də YouTube'da da belədir. Kanal açmazdan öncə siz analiz edirsiniz ki, birincisi mənim rəqiblərim kimlərdir, ikincisi rəqib kanallarda ən çox baxılan videolar hansılardır, üçüncüsü onları məşhur edən nələrdir, seçdiyi mövzular, montaj, dürüstlükləri, auditoriyalarına açıq olmaları və s. Dördüncüsü sizin seçdiyiniz sahənin trendləri nələrdir, bu sahədə hansı boşluqlar var. Yəni siz bu şəkildə özünüzə bu sualları verdikcə artıq özünüzə böyük imkanlar açırsınız və cavablar sizə artıq bir kontent qurmağa təşviq edir. Və nöqtəni qoyacaq məsələ də seçdiyiniz kontentin sistemləşməsidir. Nə vaxt ki sizin kanalınızda artıq 40-50-yə yaxın videolarınız olsa və yaxşı izləyici kütləniz olsa, siz özünüz zamanla başa düşəcəksiniz ki, YouTube sizin çox zamanınızı alır. Yəni bir sözə full time bir iş kimidir. Ona görə də siz bu platformaya tam bir biznes kimi yanaşmalısınız. Məsələn, siz əgər hər hansısa bir McDonald's-a, KFC-yə və ya Burger King-ə getsəniz, görəcəksiniz ki, hər birində satılan məhsul eynidir. Forma eynidir, sistem eynidir, sadəcə yerləri fərqlidir. Nədən irəli gəlir bu? Qoyulan bir nizam intizamdan, yəni bir sistemdən. Eyni ilə siz də düzənli olaraq özünüzə bəlli bir sistem qoysanız və davam etsəniz, o zaman siz görəcəksiniz ki, artıq sizin kanal böyüyür və siz də oradan artıq pul qazanmağa başlayırsınız. Bəli dostlar, bugünkü videomuz sona çatdı. Güman edirəm ki, sizlər üçün faydalı oldu. Videonu bəyənib kanala da abunə olmağı unutmayın. Videonu paylaşsanız da çox sevinərəm. Növbəti videolarda görüşənə qədər. Hələlik.